Salam, xoş gəldilər, vaxtınız xeyir əziz dostlar. 23 iyun 2026-cı il. Kiyev şəhərində təxminən saat neçədir? Saat 19:00-dır. Bir neçə saatdan sonra görüşəcəyik və gün ərzində nələr baş verir? Yəqin bildiniz dostlar, xəbəriniz var. Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları ümumiyyətlə ötən gecə Razdolni tərəfdə, deməli, dəmir yol xətti sıradan çıxarıldı və Krıma şimaldan gələn dəmir yol xətti bütövlüklə dayandı. Yəni Krım bu günləri demək olar ki, strateji lockdown vəziyyətindədir. Və yeganə qalan yol təbii ki, cənubdakı Kerç tərəfdə olan, Kerç körpüsüdür ki, Feodosiya istiqamətini Krasnodar vilayətindən gəlir. Orada deməli Ukrayna Silahlı Qüvvələri bildiyiniz kimi o Kafkas deyilən limana, paroma hücum ediblər. Ona görə də o tərəfdə bağlıdır. Gün ərzində ümumiyyətcə belə bir çox ağır bir məhsul bir vəziyyət yaranıb. Və bizə Rusiyanın daxilindən gələn həm də mətbuata verilən, həm də çəkilişlərdən görsənir ki, Rusiyanın hətta ən neftli sahələri olan şəhərlərində, yəni Tümendə, Orengoyda, neftin əsas çıxdığı ölkələrdə, Tataristanda bir həftəyə 40 litr cəmi cümlətəni benzin verirlər və bütövlükdə, yəni Rusiya tərəfdə bu günləri edilən çağırışlar, axşam bununla bağlı mən sizdə efirdə danışacağım, süjetlər də göstərəcəm. Deməli, Rusiyanın az, çox, ağlı başında olan insanları bu günləri Rus führerini istifaya çağırırlar, tələb edirlər ondan. Və bunların hamısı, necə deyərlər, çox qəribə bir konfigurasiya alır. İndi görək nələr baş verir. Hər halda deməli, yaxşı onun üçün heç nə yoxdur. Silahlı qüvvələrimiz, həm robotlaşmış silahlı qüvvələrimiz, həm pilot uçuş aparatlarımız, həm də quru qoşunlarımız bu və ya başqa formada deməli, müharibənin bütün gedişatını təmin edirlər. Beləliklə, əziz dostlar, axşam saat 9:10, indi baxarıq saat neçə qədər mən qayıda biləcəm. Demək, görüşərik, bu mövzularda danışarıq. Siz də bizim efirlərimizi çoxaldın. O cümlədən dönənləri Arzu bəyin çəkdiyi insanları, dəllallar ki, gətirirlər, başı çıxmayanları, aldadılan insanları ki, gətirirlər ki, onlar deməli, döyüş meydanına gətirib məhv etdirirlər. Bax, onlarla bağlı o süjetləri də xahiş edir, hər zaman diqqətdə saxlayın. Çünki bizi doğrudan da təkcə bizi yox və bizim bir neçə tanışlarımız da var ki, onlar da diləyirlər ki, hər zaman Azərbaycandan, yaxud Rusiyadan onlara müraciətlər edirlər ki, filan kəs etib, filan kəs etib, filan kəs yoxdur. Və sağ olsun Arzu bəy ki, o süjetləri tapıb hazırlayıb. Mən bildiyim qədər bu axırıncı süjetlər deyil, o bu məsələ üzərində çox ciddi işləyir və biz doğrudan da görəcəyik ki, kimlər bu dəllallığı, bu necə deyərlər, cinayəti həyata keçirirlər. Çünki bildiyimiz qədər Azərbaycan qanunları və prokurorluğun, Milli Məclisin, yadımdadır ki, nəsə belə bir qanunlar var ki, onlara bütün bunlar qadağa edilib və cinayət məsuliyyəti daşıya bilərlər. Odur ki, əziz dostlar, bu tipli cinayətləri, bu ümummilli bir, belə deyək, cinayətkar qruplar olar, görünür. Bunlarla mübarizə hər birimizin borcumuzdur, hər birimizin istəyimiz olmalıdır. Başqa cürə inanın ki, bu selin qarşısını almaq mümkün deyil. Ona görə çox xahiş edirik, siz də bu məsələlərdə yaxından iştirak edəsiniz. Odur ki, axşam, əziz dostlar, görüşəcəyik. Çoxlu məsələlər var. Əlbəttə, mən çox yerlər sadalaya bilərəm. Amma bunların hamısı ilə bağlı ətraflı məlumatı axşam efirimizdə eşidəcəksiniz. Odur ki, axşam efirimizi anonsu görəndə bəyənib paylaşmağı yadınızdan çıxarmayın. Bərbaşdan təşəkkür edirik öncədən. İnşallah axşam görüşəcəyik. Sağ olun, salamat qalın.